Elmə görə təsəvvür eləyin ki, böyümə zonaları əl-bilək nahiyəsində yoxlandıqda böyümə zonaları bağlanıbsa, daha skalyoz dayandı düşüncəsi var idi. Hər birimizdə, yəni bütün həkimlərdə. Amma Amerika Elmi Araşdırma Qurumu, təşkilatı son göstəricilərdə məlumat verir ki, çox yəqin ki, bu osteoporoza görədir. Böyümə zonaları bağlansa belə, orta yaşlarda və 45 yaş üstü, 45 yaşdan sonra sürətli əyilmə gedə bilir. Skalyoz, kifoz yarana bilir. Düzdür, 40 yaşından sonra biz bunu osteoporozla əlaqələndiririk. Amma orta yaş həddində, məsələn, xəstə pasient gəlir və həm rentgen çəkdirib, həm müayinə edirsən və baxırsan ki, artıq onurğa orta xəttədir, heç bir əyrilik yoxdur və ailə qururlar. Amma ikinci uşaq dünyaya gətirəndən sonra artıq əyilmiş vəziyyətdə bizə qayıdırlar. Yəni 4-5 il ərzində əyilmə onda olmamalıdır. Amma baş verirsə, artıq baxmayaraq adolesan yaşıdırmı, juvenil yaşıdırmı, yoxsa infantil yaşıdırmı, orta yaşdırmı, ahıl yaşdırmı, fərq etməz. Nə vaxt əyrilik varsa, onda da onun üçün müalicə götürmək lazımdır. Hansı yaşda əyrilik yaranırsa, onun üçün müalicə götürmək mütləq lazımdır. Amma ən çox əyilmə qızlarda 11 yaşdan başlayır, oğlanlarda isə keçid dövrü 12 yaşdan başlayır. Və mənim bugün valideynlərə çatdırmaq istədiyim progressiv inkişaf edən sözü də həmən 11 yaşdan 18 yaşa qədər aiddir. Vertebra onurğa mərkəzi olaraq 15 ildir fəaliyyət göstəririk. Və bizə hər dərəcədə, hər bucaqda pasientlər müraciət edirlər. 110 dərəcədə, 75 dərəcədə, 80 dərəcədə, ümumiyyətlə daha erkən aşkarlayıb, daha erkən müalicə başladıqda asanlıqla bu işin öhdəsindən gəlmək olur. Bir də nəyi vurğulamaq istəyirəm? Valideynlər həmişə özləri qrafik tuturlar. Məsələn, necə? Yayda apararam müalicəyə, tutaq ki, yanvar kanikulunda apararam, mart kanikulun tədrisdən buraxılma dövründə zaman olar apararam. Beləliklə gelişdirirlər. Bu xəstəlikdə əgər varsa skalyoz, kifoz, artıq həkimin protokolunla getmək lazımdır. Gününə, dəqiqəsinə nəzarət etmək lazımdır ki, mənim müalicəmin vaxtıdır. Mən artıq bu müalicəni götürməliyəm, gecikdirməli deyiləm. Artımlar da ən çox bu üzdən sürətli baş verir. Zamanında tibbi protokola əməl etmiş insanlarda demək olar ki, tamamilə bu əyrilikdən canları qurtarır.